Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Güvən nəşrlərinin 5 oktyabr tarixində keçirilmiş olduğu sınaq imtahanından 10-cu siniflərin sualları ilə tanış olaq. Listeningi daha sonra deyəcəm. 5-ci sualdan başlayaq. 10-cu siniflər üzrə. 5-ci sualda bizdən compound noun, yəni mürəkkəb isimləri soruşur. D-yə baxaq. Dining, room, house, boat hər biri mürəkkəbdir. Cavab D olur. A-da ability şəkilçisi var burada. A olmaz. B-də competition şəkilçisi var. C-də heading ing şəkilçisidir. Y-də isə importance var. Ans, bu da şəkilçisidir. Amma bizdə compound soruşurdu. Cavab D oldu. 6-cı sualda bizdən deməli soruşur. Uncountable soruşur. Training, quiz, məşq və hava sayılmır. Yəni uncountable-dır. Cavab Y variantı. 7-ci sualda bizdən isim düzəldən sufiksləri soruşur. Marry, married, propose, proposal. Hər ikisi sufiksdir və isim düzəltdi. 7-də B variantı. 8-ci sualda bizdən cəm isimləri soruşur. Görək cavab nə olacaqdır? Socks, corablar, corab, feet, ayaqlar. Hər biri cəm isimdir. 8C. 9-cu sualda bizdən yelik halın düzgün formasını istəyir. Deməli, bir də soyadlar Z, Johnsons, S apostrofdur. Cavab burada 1 olacaqdır. 4 doğrudur. The woman apostrof S olur. Teacher is'dir və ya has'dir bu. Has'dir daha doğrusu. 2-də isə Peter və John'un hərəsinin apostrof S'i, hərəsinin öz otağı olurdu, cəm olurdu. Yəni 1, 4, 9-da A variantı. 10-cu suala baxaq. To tell the truth olur. İfadədir. Bu əzbərlənəsidir. To tell a lie. Z-E cavab 10-da A variantı. 11-ci sualda adalar olacaqdır Z artıqlıqla və north-west cəhətlər də Z-dəndir. Ona görə cavab 11-də C olur. 12-ci sualda the most exciting sifətinin üstünlük dərəcəsi qarşısında the most deyəcəyik və in the world dünyanın qarşısında Z olur. Cavab Y. 13-də İtalyanlar, millətlər Z artıqlığından olur. Həmin variantı axtaraq. Qalırıq C və Y arasında. Pizza və pendir sayılmır. Qabağında E artıqlı olmur. Cavab 13-də Y variantı. 14-də güclü külək olur, təhlükəli tropik tufan olur. Bu qasırğadır, hurricane'dir. Yəni A variantı olur. Portfolio, sənəd portfolio, stov, soba, shower, duş mənası var, lung, ağciyər mənaları düz gəlməz. 15-ci sualda deməli istirahət edilən yerdir, lounge, otaqdır, yəni 1C-dir, survey araşdırmadır, 2A-dır, yəni 15-də Y variantı olur. 16-cı sualda sinonimi soruşur. Travel və tripi hər biriniz bilirsiniz, sinonimdir, səyahət deməkdir. Versiya, fikir, qeydiyyat olmaz sinonim, nəqliyyat səbəb olmaz, D-də title, başlıq, unit, bölmə, topic, mövzu, type, növ. Cavab C variantı olacaq. 17-ci sualda bizdən opposite meaning-i soruşur və altına xətt çəkilmiş sözünü. Deməli, yanğının səbəbi bilinmirdi. Səbəb və ya nəticə. Antonim nəticə olar. Result, purpose, nəticə mənasını verir. Cavab 3 və 4 oldu. 18-ci sualda short textə baxaq. Gələn sizə düşəcək, yəqin ki, buna diqqətli olasınız. 18-də D variantına baxaq. Deməli, valideynlər 6-dan tez gəlməlidirlər ki, yer tapsınlar. Deməli, burada deyir ki, saat 6-da başlayır. Burada deyir ki, yer tapmaq üçün 20 dəqiqə tez gəlin. Yəni, sıxlıq olmasın. Belə cavab D düzgündür. 19-cu sualda A-ya baxırıq. Mikhail hazırlaşır school projektinə with his group. Qrupu ilə. Baxaq. Ata, mən axşam evə gec gələcəm. Bizim qrup görüşümüz var məktəbdə ki, bu elmi projeni hazırlayaq. Elə A uyğun gəldi. 20-ci sualda deməli B-yə baxırıq. Chris təşəkkür edir Danielə ad günü hədiyyəsi üçün. Salam Daniel, Danielə yazır, yazan Chris'tir. Thanks a lot for the birthday gift you sent me. Göndərdiyin hədiyyə üçün sənə təşəkkür edirəm deyir. Ona görə 20-də oldu elə B variantı belə. Reading mətninin izahını vermişəm. Bundan əvvəlki videoda görəcəksiniz. 9'lar və 10'lar eynidir. Oradan tanış ola bilərsiniz. Suallar eynidir.
Listeningin cavablarını çalışacağım, şərh bölməsinə göndərim. Sorry, heç 24'e baxmadıq, 24'də varmış. Aha, bunlar elə mətnin suallarıdır. Bir daha sorry. Bunları 9'ların videosunda izah vermişəm əvvəlki videoda. Şəkil barədə də orada da demişdim, burada da deyək. Bacı qardaş ola bilər, gəlirlər ağac əkməyə. Sonra ağac böyür ikinci şəkildə və onlar səbətləri ilə deməli meyvə dərməyə gəlirlər və sonunda onu yığıb gedirlər. Bu şəkildə bir story qurmaq lazımdır. Çalışın ki, diqqətli olun bu storydə, çünki bu sizə 17 bal verir təqribən. Bu şəkildə listeningi şərhə göndərəcəm, readingin də izahı kanalda artıq mövcuddur. Hər birinizə uğurlar olsun.